Qarpızın hissələri meyvə, çiçək, yarpaq, gövdə. Qarpız bitkisi yayda yetişən çox sulu və şirin meyvədir. Sürünən gövdəsi var. Yarpaqları iri və yaşıldır. Qarpızın çox hissəsi sudan ibarətdir. Qarpız bitkisi Azərbaycanda da çox əkilir və yetişdirilir. Bizim ölkəmizdə ilk dəfə 1862-ci ildə pomidor bitkisi becərilməyə başlanmışdır. Pomidorun tərkibində əhəmiyyətli qida məhsulları, mineral duzlar və vitaminlər vardır. Pomidor bəzi yemişlərdə dad verən qırmızı tərəvəzdir. Pomidor qırmızı tərəvəz olmaqla yanaşı bir çox sağlamlıq faydaları da var. Pomidor bir illik bitkidir. Yarpaqları lələk şəkilli, çiçəkləri tadı sarımtıldır. Meyvəsi güləmeyvə olub, ətri şirəli, çox tumludur. Biber tərəvəz bitkisidir. O həm yeməklərə dad verir, həm də sağlamlıq üçün faydalıdır. Biber yaşıl, sarı, qırmızı və narıncı rəngdə olur. Biber isti iqlimi sevir. Günəşli yerlərdə yaxşı böyüyür. Bağlarda və istixanalarda yetişdirilir. Biberin növləri: acı biber, şirin biber, dolmalı biber, qırmızı biber. Biberin tərkibində çoxlu vitamin C var. İmmuniteti gücləndirir, gözlər və həzm sistemi üçün faydalıdır. Biberdən salatlarda, dolmada və yeməklərin hazırlanmasında istifadə edilir. Maraqlı fakt: biber əvvəl yaşıl olur, sonra yetişdikcə qırmızı, sarı və narıncı rəngdə olur. Limonun hissələri: gövdə, çiçək, meyvəsi və yarpaq. Limon dadlı, turş və faydalı meyvədir. O sarı rəngdə olur və ağacda yetişir. Limonun tərkibində C vitamini var. Bu meyvə insanın sağlam qalmasına kömək edir və tez-tez yeməklərdə və çaylarda istifadə olunur. Yer kökü həm dadlı və faydalı tərəvəzdir. Vitaminlərlə zəngindir. Tərkibindəki vitaminlərlə gözdəki və sümükdəki xəstəliklərin qarşı alır. İmmuniteti gücləndirib qarşısını, müqavimətini artırır. Yer kökü təkdən ayrıcı olmur. Onun bənövşəyi, sarı, ağ və qırmızı növləri də var. Kaktus səhralarda və quraq bölgələrdə bitən bir bitkidir. Su yığmaq üçün uyğunlaşmış və uzun müddət susuz qala bilər. Kaktus canlı və suyu saxlamaq üçün gövdəsində xüsusi sukulent toxuma vardır. Bunlar uzun kökləri və nazik gövdələri ilə areolar ilə seçilir. Kaktus səhralarda yaşamağa uyğunlaşmış dözümlü bir bitkidir. Günəbaxan bir illik ot bitkisidir. Onun vətəni Şimali Amerikadır. Hündürlüyü 3 metrə qədər çatır. Qalın möhkəm gövdəsi olur. Yarpaqları iri və ürək formasındadır. Gövdəsi uzun və möhkəmdir. Onun toxumları qida baxımına faydalıdır. Bir çiçəyin içərisində 500 min ədəd toxum yerləşir. Balıqların yarpağı meyvəsi kökü, çiçəyi və gövdəsi var. Balıqçı maddəli sözlər fəsilə aid istisələr vətənin insan olduğu bitkinin ABC vitaminləri ilə zəngindir. Qarpız faydalı və dadlı bitkilərdən biridir. O əsasən yerlərdə yetişir. Olan kökü torpaqda olur və suyunu çəkir. Gövdəsi hündür bitkini dinc saxlamağına kömək edir. Yarpaqları günəşdən istifadə edərək böyüməsinə kömək edir. Qarpızın sarı dənələri olur. İnsanlar onlardan müxtəlif yeməklər hazırlayır və kənd təsərrüfatı üçün çox vacibdir. Bitter dünya florasının ən gözəl nümayəndələrindən biridir. Çiçəkləri fərqli forma və rənglərdə olur. Ağ, çəhrayı, mavi, bənövşəyi, yarpaqları qalındır, su saxlayır. Orxideya dolayı günəş işığı sevir. Yəni birbaşa günəş işığı görməməlidir, yoxsa yarpaqları yana bilər. Həftədə bir dəfə su vermək kifayətdir. Orxideya çiçəkləri simmetrik olur və güzgü effekti yaradır. Çoxu ağacların üzərində yaşayır. Dünyanın ən bahalı çiçəklərindən hesab olunur. Qarpız bitkisinin kökü, meyvəsi, gövdəsi, çiçəyi, yarpağı olur. Qarpız bitki növü kimi bir illik ot bitkisidir. Sürünən bitkisi olur. Yarpaqları böyük, çiçəkləri isə sarı
sarı rəngdə hazır. Meyvəsi isə bizim yediyimiz qarpızdır. Qarpızın vitamin çox hissəsi suyu örtülüdür. Buna görə də bizi yay fəslində sərinlədir və susuzluğumuzu azaldır. Tərkibində A və C vitaminləri olur. Vitaminlər dərimizin daha sağlam görünməsinə kömək edir. Alma ağacı bağlarının ən bələdli ağacıdır. Yazı yuxudan ayrılır, budaqlarında çiçəklər açır. Daha sonra budaqlarında meyvələr görünməyə başlayır. Dünyada minlərlə alma növü var. Bir alma ağacı 50 və ya 100 il yaşayır. Soyuğa davamlı ağacdır. Biz pambıq bitkisinə ağqızıl deyirik. Pambıq bitkisi əvvəlcə çiçək açır, sonra qoza çatır, içinə pambıq çıxır. Pambıq Azərbaycanda neft olaraq biraz saatlı rayonlarda istifadə edilmişdir. Lalə gülü kökü, yarpağı, gövdəsi, çiçəyi. Lalə gülü ətri, lalə gülü Azərbaycanın ən sevimli gülüdür. Kök torpağın altında olur və suyu çəkir. Gövdə bitkiyi dik tutur. Yarpaq nəfəs alır və qida hazırlayır. Çiçək tum hazırlayır. Toxum yeni bitki yetişdirir. Günə baxan günəşi çox sevən bitkidir. Onun böyük sarı çiçeği var. Yaşıl alma, meyvə görə şirindir, faydalı və vitaminlidir. Vitaminləri A və C-də ona görə yorğunluq və qan azlığına görə faydalıdır. Kartof tərəvəz bitkisidir, onun vətəni Cənubi Amerikadır. Kartof torpaqda yetişir və yer altında yumrular əmələ gətirir. Bu yumrular içində nişasta, vitamin və faydalı minerallar çoxdur. Bundan müxtəlif yeməklər hazırlamaq olur. Qızartma, püre, şorba və s. insanlar kartofdan çox istifadə edir. Zəfəran bitkisi qırmızı qızıl adlandırılır. O dünyanın ən bahalı bitkisidir. Cəmi 3 dişliyi olur. Zəfəran əl ilə toplanır. 1 kiloqram zəfəran toplamaq üçün 150-200 min çiçək toplamaq lazımdır. Onun soğanaq, yarpaq, tel dişçiyindən və çiçəkdən ibarətdir. Qanqıl tikanlı bitkidir və yol kənarlarında yetişir və tikanlıdır. Çox faydalı bir bitkidir. Üzüm çox dadlı və vitaminli bir meyvədir. O tənək alınan bir taxımlar yetişən bir meyvədir. Onun rəngləri yaşıl, sarı, qırmızı və qara kimi müxtəlif rəngləri olur. Üzümün qurusuna isə kişmiş deyilir. Kişmiş yaddaşı və beyni gücləndirir. Hər bir uşaq o meyvədən yeməlidir. Amma yemədən əvvəl üzünü yaxşıca yumaq lazımdır. Lalə gününü tanıyaq. Gövdə, kök, çiçək, yarpaq olur. Kök torpaqda olur. Su və qida alır. Gövdə dik saxlayır. Yarpaq qida alır. Çiçək gözəl görünüşü hissəsidir, toxum verir. Lalə yaz fəslində açır. Rəngləri də olur. Sarı, qırmızı, çəhrayı və s. Bağlarda və parkda əkilir. Bəzək kimi istifadə olunur.